Artıq 2 gündür sosial medianı darmadağın eləyən Mormor suyu adlanan həmin ərazidəyəm. Bildirirlər ki, burada, yəni antisaneriya vəziyyətində mormor suyu hazırlanır. Amma mən hal-hazırda burada bir dənə istehsal nəyəsə görmürəm ki, burada nəsə hal-hazırda istehsal olunur. Artıq elə çöl görünüşündən də, iç görünüşündən də görünür ki, bura istifadə olunmur. Harda istifadə olunur, elə bax bunu da biləcəyik. Gördüyünüz bax bu axıntı isə bildirirdilər ki, antisaneriya vəziyyətindədir və buradan gələn suyu vətəndaşlara təqdim eləyirlər, amma heç də elə görünmür. Çünki yəni hansı kimə desək gülər, çünki gülünc vəziyyətindədir. Yəni istifadəyə yararsız su açılıb təbii ki, buradan çölə verilir. Yəni necə olur ki, o mormor suyudur deyib, buradan axan suyu təbii ki, süzüb insanlara içirtməyəcəklər. Bildirim ki, çox da səliqəli və çox da şəraitli bir yerdədir. Hansı yerdə yerləşir, elə bax bunu da öz gözümüzlə görək. Bildirilir ki, bax bu gördüyünüz meşə massivindən gələn sudur. Hansı ki, buradan yığılıb, elə izi də var. Bu ərazidən axır. Axıntı isə operatora zəhmət olmasa daha yaxından çəksin. Bax bu ərazidən çıxır. Bax gördüyünüz axıntı olaraq buradan üzü aşağı çay axır. Yəni o orada yığılan o antisaneriyadır vəziyyətini deyən və istifadəyə yararsızdır deyib cəmaata içirdir deyilən su hansı ki meşə ərazisindən gəlir. Yəni bu suyun mormora ümumiyyətcə aidiyyəti yoxdur. Aidiyyəti olmayan bir mövzunu açıb danışırlar, amma danışılası bir mövzu da deyil. Hal-hazırda da bax açıq şəkildə görürsüz. Zəhmət olmasa yaxından çəkin. Bax görürsüz ki, buradan axır və içi buradan aşağı da su tökülüb gedir dəriyə. Yəni burada elə bir antisaneriyalı bir vəziyyət görmürəm. Deməli kadrlardan da açıq-açığına görünür ki, mormor suyunun hazırlanması bax bu yeni tikili binada hazırlanır. Hər şey yüksək səviyyədədir və aşağıda çəkilib paylaşılan yer isə istifadəyə yararlı bir yer deyil. Orada heç bir suların hazırlanması mövcud deyil. Yəni bütün mormor suyunla bağlı paylaşımların hamısı yanlış məlumatdır. İnsanları da aldatmaq lazım deyil. Kütləvi şəkildə insanları aldadıb, insanları belə faydalı sulardan istifadə etməkdən diksindirən şəxs haqqında hansı qanun tədbir görəcək və qanun qarşısına cavab verəcəkmi? Bu qədər atdığı şər, böhtan, insanları şərləmə və gördüyü yanlış işlər, yəni bu qədər kütləni həyəcana salıb, yalan məlumat, yalan informasiya verir. Bir də mən sizdən çox-çox xahiş edirəm. Belə ki, operatordan xahiş edirəm, yaxından çəksin. Demə, dünən kadrlardan çəkilən yer, hansı ki, o həmin ərazi, buradan da artıq görünür ki, ora heç bir istifadə olunmur. İstifadəyə ümumiyyətən yararlı bir yer deyil, yararsız bir yerdir. Orada yəni heç bir hal-hazırda işlər getmir. Hər şey yüksək səviyyədədir. Yəni burada mən negativ bir şey görmədim. Buna görə də insanlara yalan məlumat vermək olmaz. Bu qədər.